Xoş gördük sizi Türkəs TV-nin izləyiciləri. Mən jurnalist Kəmalə Yusifova. Bu günləri Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. Bildiyiniz kimi Mübariz İbrahimov 2010-cu ildə məhz bugünkü tarixdə qəhrəmancasına ermənilərlə təkbətək döyüşən zamanı qəhrəmancasına şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onu gördüyünüz kimi onu bu günləri, onu sevənlər anırlar. Sevənlərdən də birinə söz veriləcək. Xoş gördük sizi. Özünüzü təqdim edin. Hər vaxtınız xeyir olsun. Milli Məclisin deputatı Bəhruz Məhrəmov. Buyurun. Lap yaxşı. Nə deyə bilərsiniz Mübariz haqqında? Mübariz Azərbaycan Respublikasının milli qəhrəmanı, Azərbaycan xalqının igid oğlu, bizim mübarizə tariximizdə özünə məxsus cığır açmış, iz açmış bir şəxsiyyət, bir qəhrəmandır. Azərbaycan dövləti bilirsiniz ki, Mübarizin qəhrəmanlıqlarını hər zaman yüksək qiymətləndirir və Mübariz İbrahimovun özü, onun qəhrəmanlıqları hər zaman nəsildən nəsilə ötürüləcək bir epopeya çevrilib. Eyni zamanda onun ailəsi, yaxınları hər zaman dövlət dəstəyi, dövlət qayğısı ilə əhatələnib. Hesab edirik ki, bugün bizə, cəmiyyətimizə, milli dəyərlərimizə, bizə yad olan, uyğunsuz olan ayrı-ayrı dəyərlərdənsə Mübarizin qəhrəmanlıq yolu, Mübariz kimi oğullarımızın, burada yatan şəhidlərimizin qəhrəmanlıq yolu əsl və yeganə nümunə olmalıdır. Mübariz Heydər Əliyevin Azərbaycançılıq ideyasının və bu ideya uğrunda canlı qurban necə verirlər, bax bu istiqamətdə real vətəndaş mövqeyinin bariz nümunəsi kimi əbədi olaraq qəlbimizdə yaşayacaq. Çox sağ olun. Çox sağ olun, minnətdaram sizə.